Sadəcə biz bilməliyik ki, sabahları belə bir proseslər gedəndə, məsəl üçün, biz hansısa dövlətlərlə bir platformadayıq, sabahları gedib zərbə mənə çatmasın. Məsəl üçün, necə baxın, görün, bütün Avropa İttifaqı çıxılmaz vəziyyətdə qaldı. Ona görə görürsünüz, parçalanırlar. Sabahları Amerika bunlara ya durmasa, yaxud sabahları bunlar Ukraynanı Rusun ayağına versələr, nə Avropa İttifaqı qalacaq, nə də NATO qalacaq. Ona görə bu günləri görürsünüz ki, Qərb dünyası necə bir krizis vəziyyətinə düşüb də o mənada və bunun nəticəsidir ki, Trump hakimiyyətə gəldi. Çünki Amerika özü krizisdədir, Qərb dünyası özü krizisdədir. Həmin o solçu liberal ideologiyası gətirib onları buna çıxartdırıb və ümid edirəm artıq bizlər bunu anladıq və biz bundan ibrət dərsi çıxartdırmışıq. Sadəcə daha da diqqətli olmalıyıq. Bütün bu gedən siyasi proseslərə